Uşaqların və böyüklərin çox sevəcəyi ləzzətli bir südlü brokoli şorba resepti paylaşıram. 500 qram brokoli, 3 ədəd kök və 3 ədəd kartofu doğrayırıq. Doğradığımız tərəvəzləri qazana töküb, üzərinə su əlavə edib, qapağını bağlayıb qaynamağa qoyuruq. Bir kənarda isə 2 baş soğan və 3 diş sarımsağı doğrayırıq. Başqa bir qazana 1 xörək qaşığı kərə yağı, mən nəhrə yağ əlavə elədim və 3 xörək qaşığı duru yağ əlavə edib, istəyə görə az və ya çox da əlavə edə bilərsiniz. Doğradığımız soğan və sarımsaqları töküb biraz qızartdıqdan sonra üzərinə 1 xörək qaşığı un əlavə edib qarışdırırıq. Kənarda qaynamağa qoyduğumuz tərəvəz suyundan 2-3 çömçə həmin qarışımı əlavə edib açırıq. Tam açıldıqdan sonra həmin tərəvəz suyunu və tərəvəzləri də həmin qarışımımıza əlavə edirik. Zövqə görə duz, istiot və 2 stəkan süd əlavə edib qarışdırırıq. Qapağını örtüb qaynamağa qoyuruq. Qaynadıqdan sonra isə blenderdan keçirdirik. Blenderdan keçirdikdən sonra isə 5-6 dəqiqə şorbamızı qaynamağa qoyuruq və yeməyimiz hazır olur.